Salam aleykum, hardayam hökməli Qobiyondan, yağır göydən, ruzidir. Qiymət düşdü, heç neçəyə. Megastore-dan biraz qabağa gəlirsən, şəxsi tikili evdir. Haradasa 3 maşın belə girdi, 2 maşınlıqda belə yerim var. Su baseynasına qədər var, motoru, gidraforu, üstü paketdir, ha, düz deyil. Yəni şəxsi tikili evdir. Nabaltan taxmayıb, oradan şorulduyur yağış. Məhəllə yaxşı məhəllədir. Bax, koridor sistemdir. Burada gəldik. Wi-Fi nə kimi var. Burada bir dənə geniş mətbəxdir. Soğuqluq bütün. Burada bir dənə geniş mətbəx evin içində qalacaq. Təzə yığılıb, salxana açılıb belə. Burada bir dənə zal var. Qazı çəkilib içəriyə qədər. Baxın, zalın ölçüsü də normaldır. Otaqların ölçüsü ümumiyyətlə yaxşıdır. Qiyməti də çox yaxşıdır. Baxın, hamısanız elə tam təmirdir, hər şey qaydasındadır. Qiyməti çox əladır. Qiymət çoxaq qiymətidir. 43.000 yox, 42.500 manata. 42.500 versən, bu ev olur sənin. Daha kredit deyil ha. Nə? Ver, götür apar. 3-4 çatmasa laf 10 kreditdə də satmaq olur. Bir dənə də burada çox böyük yataq otaqdır. Ölçülər yaxşıdır. Qiyməti hamısından yaxşıdır. Yəni, bugünkü gündə mərkəzi kanalizasiyası olan belə bir şəxsi 42.500 tapmaq qeyri-mümkündür. Al-ver kirayə, hazır Wi-Fi-a qədər var. Bu yağışlı gündə əziyyət çəkib biz gəlib sizin üçün çəkiriksə, siz də gəlib dəyərləndirin onu. Yəni, gəlin olun. Baxın, həyət bacası normal genişlikdədir. Üstü paketdir. Prosto qabağın naves kimi artırıb. Ona görə üstün paketini görə bilmədik. Gələndə inşallah baxarsınız. Əlaqə saxlayın, yanına hər